İçindəki uşağı kəşf etməkdən qorxan insanlara da bu videom. Qorxurlar ki, mənim məsuliyyətlərim var, mənim öhdəliklərim var, mən yetişkinəm, mən uşaq nədir, uşaqla mən zaman itirə bilmərəm. Bu yaşdan sonra uşaq olacaq deyiləm. Burada anlaşılmayan bir nüans var ki, ən önəmli nüans. İçinizdəki uşaq sağaldığı zaman siz zaten sağlam bir yetişkinə çevrilə bilərsiniz. Əks təqdirdə siz zaten yetişkin bir uşaqsınız. Çünki yetkin bir insan küsməz, yetkin bir insan duyğusunu olduğu kimi ifadə edər. Yetkin bir insan qərar aldığı zaman ətrafdan təsdiq gözləməz. Və bugün bunları edə bilməyən yüzlərlə yetişkin uşaq var. İçinizdəki uşaq sağaldığı zaman siz öz qərarlarınızı özünüz təsdiqləyirsiniz. İçinizdəki uşaq sağaldığı zaman danışaraq anlaşa biləcəyinizi öyrənirsiniz. Əks təqdirdə yaralı bir uşaq heç vaxt duyğusunu olduğu kimi ifadə edə bilmir. Çünki onun orada qorxuları var. İtirmə qorxusu, qəbul olunmama qorxusu, günahlandırılma qorxusu. İçinizdəki uşaq sağaldığı zaman yetişkin tərəfiniz də sağlam şəkildə sizə xidmət edir. Biz nə qədər yetişkin olsaq da, çox vacib bir yerdə içimizdəki uşağın o yaralı duyğusu bizi ələ alır və yetişkinliyimizə zədə gətirəcək şəkildə davranırıq. Və mən bunu çox gözləmələdim bu 2 il ərzində ən çox da. Çünki ondan öncəsi daha çox özümlə məşğul idim, daha çox özümü gözləmləyirdim. Amma bu 2 ildə başqalarını gözləmləmə şansım da oldu. Eyni zamanda da özümü yenə də gözləmləyirəm. Ona görə içinizdəki uşaq sağaldığı zaman siz sağlam bir yetişkinə çevrilə bilirsiniz. Yəni onu sağaltmaqdan qorxmayın. Çünki bugün onun duyğusu sizi ələ alır. İstəməsəz belə sahib olduğunuz şeylərin heç bir fərqi yoxdur, heç bir önəmi yoxdur. O duyğu sizə ələ alır və sizi istədiyi yöndə, inandığı şəkildə idarə etməyə başlayır. Ona görə əgər sağlam bir yetişkin olmaq istəyirsinizsə, sağlam bir yetkinə çevrilmək istəyirsinizsə, o balansı qorumaq istəyirsinizsə ki, yetkin tərəfinizdə, uşaq tərəfinizdə balanslı şəkildə, sağlam şəkildə həyatınızda rol oynasın, o zaman içinizdəki yaralı uşaqları görməzdən gəlməyin, onları eşitməyə, onlara ayrılmayan o zamanı verməyə, onlara verilməyən o qulağı, gözü, zamanı verdiyiniz zaman sağala bilərsiniz. Yaşamadığınız uşaqlığı özünüzə yaşatdığınız zaman, görmədiyiniz dəyəri özünüzə verdiyiniz zaman sağala bilərsiniz. Əks təqdirdə sadəcə nəfəs alıb verəcəksiniz, yaşadığınızı hiss etməyəcəksiniz. Çünki yaralı bir uşaq özü ilə var ola bilmir. O hər zaman başqaları üçün yaxşı qız olmaq, yaxşı oğlan olmaq, təsdiq almaq, afərin almaq üçün əlindən gələni edir. Ona görə sağaldın o içinizdəki uşaqları ki, həyatınızı sağlam şəkildə yaşaya biləsiniz. Mən belə dediyim zaman bunu çox asan, sanki həmən olacaq bir şeymiş kimi düşünə bilərsiniz. Elə deyil. Zaman, disiplin, cəsarət tələb edir. Ən önəmlisi, çünki o qədər çətindir ki, özünüzə zaman ayırmaq. O qədər çətindir ki, özünüzün o yaralarınıza şahidlik etmək. Və bütün mənliyimiz özümüzü görməməyə proqramlıdır. Çünki biz görülməyərək böyüyən bir nəsilik və bu proqramla özünüzü görmək üçün verdiyiniz çabanız belə təqdirə layiqdir. Bunu edə bilirsiniz belə, özünüzü alqışlayın və kiçik uğurlarınızda hər zaman özünüzü alqışlayın. Əgər siz gün ərzində 30 dəqiqə özünüzlə baş-başa keçirdə bilirsinizsə, özünüzü alqışlayın. Bu belə alqışa layiqdir. Çünki bizim bütün mənliyimiz dediyim kimi özümüzü görməməyə proqramlıdır. Başqaları ilə saatlarla zaman keçirdə bilirik, amma özümüzlə 1 saat belə zaman keçirdə bilmirik. Mən dönüb 5 il öncəki Nazlıya baxanda tək qalmamaq üçün əlindən gələni edən bir qız görürəm. Bugün isə mən özümlə bir gün belə keçirdə bilirəm. O qədər, yəni başqaları ilə keçirdiyim zamandan qat-qat daha enerji dolu oluram, daha xoşbəxt oluram. Qısacası, özünüzlə quracağınız bağ, özünüzlə keçirdəcəyiniz zaman bu həyatdakı ən önəmli şeydir. Bunun üçün gözləməyin, hərəkətə keçin. O balaca, kiçik səsi eşitməyə çalışın ki, rahat şəkildə yetişkinlik həyatınızın da dadını çıxarda biləsiniz.